Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqlərindən biri olan WhatsApp süni intellekt dəstəkli ChatGPT funksiyasını dayandırır. Xəbər verilir ki, OpenAI 15 yanvar 2026-cı ildən etibarən ChatGPT-nin artıq WhatsApp üzərindən istifadə edilə bilməyəcəyini rəsmən açıqlayıb. WhatsApp ChatGPT inteqrasiyası dünyanın müxtəlif ölkələrində 50 milyondan çox aktiv istifadəçi tərəfindən istifadə olunurdu. Bu xüsusiyyət sayəsində istifadəçilər mesajlaşma tətbiqindən çıxmaqdan süni intellektlə söhbət edir, məzmun yaradır və məlumat əldə edirdilər. Lakin Meta'nın yeni təhlükəsizlik və məlumat paylaşımı qaydaları səbəbindən OpenAI bu inteqrasiyanı davam etdirməyəcəyini bildirib. Yeni siyasətlər üçüncü tərəf süni intellekt xidmətlərinin WhatsApp infrastrukturuna birbaşa qoşulmasını çətinləşdirir. Bu tarixdən sonra istifadəçilər ChatGPT-yə yalnız OpenAI-nin rəsmi veb saytı və ya mobil tətbiqi vasitəsilə daxil ola biləcəklər. Mütəxəssislərin fikrincə, bu addım süni intellekt əsaslı mesajlaşma sistemlərində yeni mərhələnin başlanğıcıdır. Eyni zamanda qərar gələcəkdə gizlilik və məlumat təhlükəsizlik qaydalarını da daha da